sinədə sanki bir ağırlıq hissiyatı, bəziləri belə də ifadə eləyir, doktor, sanki sinəmə daş qoymuşlar. Biz pasientlərdə gördüyümüz ölüm qorxusudur. Bu, aşağı divar infarktı dediyimiz infarktlarda gördüyümüz mədə nahiyəsində olan bu cür ağrılardır. Ən çox bizə ünvanlanan suallardan biri də infarkt zamanı hansı şikayətlər müşahidə olunur? İlk bizim diqqət elədiyimiz məqam ağrı simptomudur, yəni ağrı şikayətidir. Ürək xəstəlikləri zamanı, xüsusən infarkt zamanı ağrı şikayəti çox xarakterik olur. Adətən sinekardiyalıq xəstələrdə, yəni ürəyin işimi xəstəliyi olan xəstələrdə hərəkət zamanı, pilləkən çıxanda, biraz dik qalxanda və yaxud da ağır bir şey götürəndə emosional gərginlikdən sonra sinənin arxasında yandırıcı, deşici, göynədici ağrılar meydana çıxır. Bu ağrılar kürəyə, sol qola, sol çiyinə, sol çənəyə, hətta sol qulağa belə ötürülə bilər. İnfarkt zamanı bu ağrılar daha da kəskinləşir. Əvvəlki kimi 5 dəqiqə çəkmir, 20 dəqiqəyə qədər çəkə bilər və pasientlərin çoxu hətta bunu sinədə sanki bir ağırlıq hissiyatı, bəziləri belə də ifadə eləyir, doktor, sanki sinəmə daş qoymuşlar. Bax, belə bir ağırlıq hissiyatı hiss eləyə bilərlər. Onunla da yanaşı olaraq heç bir dərman vasitələri ilə keçməyən, heç bir vəziyyəti dəyişməklə, nə uzanmaqla, nə oturmaqla, nə əyilməklə keçməyən, xarakteri dəyişməyən ağrı müşahidə olunur. Bu ağrının da ən çox yayıldığı hissələri, yəni sol qoldur, sol çiyindir, sol çənədir və sol qulaqdır. Bunu niyə vurğulayıram? Bəzən belə olub praktikada pasientlər gəlirlər, hərəkət zamanı ancaq sol qulağında ağırlıq hiss eləyir. Hətta belə deyək də, bəlkə də az rast gəlinən şikayətlərdən biri də bəzi pasientlər baldırlarında belə ağrılar hiss eləyirlər. Bunu daha çox əzələ ağrılarına bağlayırlar, amma praktika göstərir ki, daha dərinə gedəndə bu sən demə işemik şikayəti imiş. Düzdür, biz bundan az rastlasaq da informasiya üçün bunu söyləməliyəm. Ağrıdan sonra gördüyümüz vegetativ əlamətlər dediyimiz profus soyuq tərləmə, nəfəs darlığı bu özü ikinci əlamətlərdir. Təbii ki, bu şikayətlər həmin o ağrı ilə yanaşı müşahidə olunur. Üçüncü əlamət isə biz pasientlərdə gördüyümüz ölüm qorxusudur. Bu ağrı elə bir şiddətli, yandırıcı olur ki, sanki pasientlər bəziləri də belə deyir, elə bir sinəni kimsə orada kəsir və yaxud da sinə cırılır, hətta bu şəkildə ifadə edilir. Bu da onlarda ölüm qorxusunun yaranmasına səbəb olur. Daha xüsusi bir hallar da var. Bu, aşağı divar infarktı dediyimiz infarktlarda gördüyümüz mədə nahiyəsində olan bu cür ağrılardır. Sadəcə həmin ağrılar sinə arxasında deyil, mədə nahiyəsində müşahidə olunur. Ona görə də pasientlərə ciddi tövsiyəm odur ki, bu tip simptomlar toplusu, yəni şikayətlər toplusu varsa, uzun müddətlidirsə, mütləq şəkildə kardioloqa müraciət eləsinlər, vaxtı itirməsinlər. Çünki infarkt xəstələrində vaxt dəyərləndirməsi çox önəmlidir. Nə qədər çox vaxt uzanırsa, həmin ürək əzələsinin zədələnmə ehtimalı da artır. Ona görə zamanında ən yaxın tibb müəssisəsinə müraciət eləməklərini məsləhət görürəm. Sizi maraqlandıran sualları rəy bölməsində yerləşdirin, mütləq onları cavablayacağam.